Bilgeys xanım, Kamilə Rəhimova adlı tamaşaçımız yazır ki, boşanmışam, amma keçmiş həyat yoldaşım hələ də həyatımı idarə etməyə çalışır. Gündə bir neçə dəfə zəng eləyir, hara getdiyimi soruşur. Hətta məni izlədiyini hiss eləyirəm. Açığı qorxuram və bu vəziyyətdən necə çıxacağımı bilmirəm. Birisi ki, bu kimi hallar çox zaman uşağı soruşmaq bəhanəsi ilə də baş verir ki, çox xanımlarımız bunu yaşayır. Zəhmət olmasa bu barədə fikirlərinizi. Boşanma dövrümüzdə çox ağır bir prosesdir. Bir qadının həyatının dönüm nöqtəsidir. Qadının həyatında əsas dönüm nöqtəsi deyərəm ki, ailə qurduğu zamandır. Öz ailəsi ilə sağollaşıb yeni bir ailəyə qədəm qoyduğu zamandır. Və çox təəssüf olsun ki, o dönüm nöqtəsi ikinci dəfə yaşananda, yəni boşanma olanda artıq tamam başqa bir şeylər yaranır. Baxın, sevinə-sevinə gəldiyin bir ailədən, güllə çiçəklə girdiyin bir evdən artıq qəlb qırıqlığı ilə çıxmaq qadında tamam başqa psixoloji əzilmələrə gətirib çıxardır və yaxud da başqa sarsıntılar yaşanır. Ən ağır hallardan biridir deyərəm ki. Hələ ki ortada övladlar da olanda daha çətin olur. Qadın həm özü üçün narahatçılıq keçirdir, həm övladları üçün narahatçılıq keçirdir. Necə dolanışıq edəcək, uşaqları necə saxlayacaq, onun da düşüncələri qadını bir tərəfdən narahat edir. Və gəlin görək ki, bu cürdə şəxsiyyət pozuntusu deyərəm həmin kişidə. Şəxsiyyət pozuntulu bir insan, yəni deyir, həm elə, həm belə, həm boşanmaq istəyir, boşuyur, həm də əl çəkmir. Niyə? İtirəndən sonra dəyərli olduğunu görməyə başlayır. Dəyərli deyil əslində, qəbullanmır. Onun egosuna sığdıra bilmir. Bəli, onun getməyini qəbullanmır. Məndən kimsə gedə bilməz. Bəli. Və belə insanlar, əks cinsin nümayəndələri çox hallarda həmin qadını geri qaytarırlar. Niyə? Sən məndən gedə bilməzsən. Müxtəlif üsullara, vasitələrə əl atırlar. Bir dönəm bunu belə edirlər də, güllər, çiçəklərlə edirlər. Daha çox maraqlanmaqla, qapısına gəlməklə, uşaqlarla maraqlanmaqla, dəyişdim təəssüratı yaratmaqla və nə vaxt ki, qadın düşünməyə başlayır ki, ola bilər, dəyişib. O düşüncə ki, qadının artıq fikrinə gəldi və biraz da qadın maddi sıxıntı yaşayırsa, o kişiyə dönür. Və uşaqlar üzərindən psixoloji uşaqlar əlbəttə ki, belə olur da deyim, bazarlıqla gəlir evə. İllərlə evinə bazarlıq etməyən bir insan, əli qolu dolu gəlir, uşaqlara görə gəldim. Qadın deyir, bəlkə qayıdım, bəlkə bu çətinliyə dözməyim, geri qayıdım. Yenə də deyirəm, mən boşanmaların tərəfdarı deyiləm. Hər vəziyyətdə, hər halda gələn pasiyentlərimdə də işləyəndə hər şərdə bir xeyir var prizması ilə yanaşıram və olan pis hadisələrdən yaxşıları çıxartmağa çalışıram ki, gəlin buradan yaxşıları çıxardaq görək, daha nələr edə bilərik, necə ola bilər. Amma bu vəziyyətlərdə artıq yaxşıları çıxartmaqda olmur. Çünki qadın ora qaydanda artıq daha pis şəkildə, əvvəlkindən daha pis, fiziki zorakılıqlar, şiddət, İstərsə də psixi zorakılıqlar daha çox baş qaldırmağa başlayır. Və xanım deyir ki, həyatım üçün qorxuram, zənglər edir, məndən harda olduğumu soruşur. Yaxşı xanım, siz niyə cavab verirsiniz? Harda olduğunuz haqqında niyə məlumat verirsiniz? Demək ki, sizdə də bəlkə biraz da geri dönmə istəyi var. Qorxu ilə bərabər. Bəlkə hələ də içərisində həll olmamış bir şeylər var. Bəlkə düzələr sualı var beynində. Ona görə cavab verir. Əgər bir insanla biz münasibətimizi kəsmişiksə, heç bir halda onunla əlaqə qurmarıq. Və əgər övlad varsa, övlada telefon alıb verərik ki, atan zəng eləyəndə atana danış. Və yaxud da istədiyin vaxt bununla atana danış. Bugün yəni dönəmimizdə onsuz da uşaqların hamısında telefon var. Özümüzlə əlaqə saxlamaq üçün işdə oluruq. Başqa yerlərdə oluruq, övladımız məktəbdə olur, hazırlıqda olur. Telefon var yəni, bu reallıqdır, düzdürmü? Əgər uşağa görə narahat edirsə, onu da uşağın öz nömrəsi ilə danışsın. Niyə siz cavab verirsiniz? Bəlkə sizdə də həll olmamış bir şeylər var. Bəlkə biraz istək var. Bəlkə dəyişər sözü var. Bayaqki fikrimə qayıdıram. Sizlə maraqlanmağı bəlkə sizə xoş təsir edir.
Bəs elə olan halda bunu müsbətə necə bağlaya bilər xanım? Bəlkə də sizin dediyiniz hisslər var o xanımda, yəni istək hələ də qalır. Yaxşı, Bəlkə barışmağa doğru hər hansı nələrsə düzəldə bilər. Bunun üçün nə etməlidir? bunun üçün yaxşı xanım oturub dəqiq fikirləşməlidir ki, o insan düzələ bilərmi? Düzəltmək mümkündürmü? Olur bəzən xanımı itirdikdən sonra özlərində işləyən insanlar olur. Psixoloqa, psixiatra lazımdırsa, ora müraciət edib özlərində işləyən və ailəsini bərpa etmək istəyənlər olur. Edirlər də. Yaxşı, əgər bu əks cinsin nümayəndəsi, xanımın həyat yoldaşı bu cürdürsə, ailəsi üçün bunu edə bilərsə, xanım bunu düşünürsə ki, edə bilər. Mənim üçün nələrdənsə keçə bilər. Bilmirik orada boşanma nə üstündə olub. Ailə problemi olubmu, başqa problemlər olubmu, fiziki şiddəti olubmu, yoxsa psixoloji zorakılıq olubmu, nə olub onu bilmirik. Amma xanım düşünürsə ki, oradakı problemi aradan qaldıra bilər və xanım da o problemi artıq tamamilə unuda bilər. Bəli, haradasa şans vermək ola bilər. Bəzən, indi bilmirəm bu xanım səbəbini yazmayıb, niyə boşandığını. Bəzən də o qədər mənasız səbəbdən boşanmalar olur ki, bəzən bilirsiniz sonra nədən? özləri də ayrı-ayrılıqda peşman olurlar ki, biz heç nədən Bəzən bilirsiniz nədən olur boşanma? Dava o kriz anında səndən boşanacağam deyib, sonra qüruruna yenik düşməkdir. O sözünü geri götürə bilmədiyi üçün. Bu sözü demişəm, sözümün də arxasındayım ona görə. Qürur sevginin ailənin qarşısına keçdiyi üçün. Amma sevgidə qürur olmaz. Həqiqi sevgidə qürur olmaz. O onu keçər. Təşəkkür edirəm.